Herkese salam. Bugün sizlə birlikdə 5-ci sinif ədəbiyyat dərsliyimizə aid olan ikinci əsər Xalq öz vətənini necə tapdı? Şimali Amerika əfsanəsi barəsində danışacağıq. İlk öncə sizə əsərin janrı, mövzusu, ideyası barəsində məlumat verəcəm. Daha sonra isə əsəri oxuyaraq mühüm məqamları qeyd eləyəcəyik. Yəni əsəri diqqətlə analiz eləyək. Təhlil edək. Əsərin janrı məhz əfsanə janrıdır. Siz bilirsiniz ki, əfsanə janrı müəyyən bir xalqın, tayfanın yaranması, söz tarixi, onun torpaqlarını, vətənini tapması və oraya məskunlaşması haqqında mifoloji və rəvayət elementlərlə zəngin olan şifahi xalq yaradıcılığı nümunəsidir. Bu əsərin janrıdır, əfsanə janrıdır. Mövzusu barəsindən gəlin danışaq. İnsanların soyuq, quraq yaşayış üçün əlverişsiz və təhlükəli torpaqlarda uzun, məşəqqətli səyahət edərək özlərinə dinc, bərəkətli və təhlükəsiz yeni məskən, vətən axtarması və tapması əsərimizin əsas mövzusu hesab olunur. Gəlin ideya haqqında danışaq. Əsərin ideyasını biz belə təhlil edə bilərik ki, vətən anlayışının müqəddəsliyi, birlik və həmrəyliyin çətinliklərə qalib gəlməkdə rolu, doğma torpağa bağlılıq və təbiətlə ahəngdar yaşamağın vacibliyi əfsanədə aşılanan əsas fikirdir. Və əfsanədə aşılanan növbəti əsas fikir də odur ki, vətən təkcə üzərində yaşanılan torpaq deyil, xalqın birgə əməyi, mübarizəsi və inamı ilə qazanılan müqəddəs yuvadır. Və bunu da biz əsər üçün bu şəkildə ideya verə bilərik. Gəlin indi sizlə əsəri diqqətlə oxuyaq və mühüm məqamların altından xətt çəkək. Əsərimizi oxumağa başlayaq. Deyilənə görə Hopi hinduları, baxın diqqət edin, Hopi hinduları Amerikanın ən qədim tayfalarındandır. Onlar başqa insanlardan çox-çox əvvəl dünyaya gəliblər. Diqqət yetirin, başqa insanlardan çox-çox əvvəl dünyaya gəliblər. Qədim zamanlarda kainatın atası Tayova, baxın, deməli kainatın atası kim imiş? Tayova imiş. Birinci dünyanı yaradır. Deməli birinci dünyanı yaradan kim imiş? Kainatın atası Tayova. Və insanları ora köçürür. Onlar rahat, azad yaşasalar da aralarında çəkişmələr, davalar başlayır. Birinci dünyadakı bu vəziyyətdən narazı qalan Tayova, deməli narazı qalır Tayova insanların çəkişməsindən, onu odda məhv edir. O, sonra ikinci dünyanı, üçüncü dünyanı yaradır. Yəni o yaratdığı birinci dünyanı bəyənmədiyi üçün daha sonra ikinci dünyanı yaradır, sonra üçüncü dünyanı yaradır və bunu yaradan kim idi? Uşaqlar Tayova idi. Yenə də insanların ədavət içində yaşadığını görür və bu dünyaları da məhv edir. Sonra isə Hopilərin indi də yaşadıkları sonuncu, dördüncü dünyanı yaradır. Yəni düz Tayova 4 dünya yaradıb, ən sonuncu yaratdığı dünya isə dördüncü dünya idi. Dördüncü dünyanı yaradanda Tayova üzünü adamlara tutub deyir: bu dünya nə əvvəlki dünyalar kimi gözəldir, nə də yaşamaq üçün əlverişlidir. Uca dağları, düzənlikləri, bürküsü, şaxtası var. Qara günü, ağ günü, yoxsulluğu, bolluğu var. Siz istədiyinizi seçə bilərsiniz. Qoy hər tayfa işıqlı dünyanın 4 tərəfinə 4 dəfə səfərə çıxsın, sonra isə 4 yol ayrıcında görüşsün. Onda həmin səfərin mənası sizə aydın olar. Tayfa sözünü deyib insanları tərk etdikdən sonra onlar uzaq səfərə çıxdılar. Cənuba, şimala, şərqə, qərbə üz tutdular. Deməli insanlar Tayfanın dediyi kimi 4 istiqamətə, cənuba, şimala, şərqə və qərbə üz tuturlar. Səyyahlar dəfələrlə dözüm göstərərək ağır sınaqlardan keçdilər. Cənuba gedənlərin səfəri ağır oldu. Onlar, deməli kimlərin səfəri ağır olub? Uşaqlar, cənuba gedənlərin. Onlar himayədarları Porsuğun şərəfinə özlərini Porsuq tayfası adlandırırlar. Nə adlandırırlar? Porsuq tayfası. Porsuq onlara xəstəlikləri sağaltmağın yolunu öyrətmiş, müalicəvi otları tanıtmışdı. O öz müdrikliyini nəslin ağsaqqalı Salaviyə vermişdi. Deməli, Porsuq öz müdrikliyini kimə verir uşaqlar? Nəslin ağsaqqalı Salaviyə. Porsuq nəsli sürətlə çoxaldı. İnsanlar iri yaşayış mağarası olan bir sıldırımlı dərəni yaşayış yeri seçdi. Yurt saldı, qarğıdalı saxlamağa ambar tikdi, mərasimlər keçirməyə məbəd ucaltdı. Lakin insanlar arasında ədavət qalmaqda idi. Yəni 4-cü dünya yaransa da insanlar
yenə də öz aralarında ədavətli qalmaqda idilər. Yəni bu ədavət onların arasından götürülməmişdi. Bundan sonra həmin yerə daha yağış, qar yağmadı. Qəhətə çəkildi. Qarğıdalı küləşi qupquru qurudu. Heyvanlar yoxa çıxdı. Aclıq başladı. Qoca Salavi cəmaatı toplayıb dedi. Hansı ki, Porsuğun müdrikliyini verdiyi qoca Salavi cəmaatı toplayıb deyir: "Sizin ədavətiniz bizə bədbəxtlik gətirdi. Biz gərək buradan gedək. Ayrı-ayrı yollarla müxtəlif tərəflərə gedin. Mən çox zəifləmişəm. Sizə başçılıq edə bilmərəm. Sözümə qulaq asın. Düz 4 ildən sonra qayıdın." Deməli, neçə ildən sonra qayıtmağı onlara tövsiyə edir? 4 ildən sonra. Qayıdandan sonra mənim izimi çaylarda, evlərdə, məbəddə axtarın. Əgər sizin ədavətinizdə mənim də günahım varsa, nə məni, nə mənim cənazəmi, nə də bir izimi tapacaqsınız. Qəlbim təmiz olubsa, siz işarə görəcəksiniz. Həmin işarə sizin sonrakı həyatınıza kömək edəcəkdir. İnsanlar evlərini tərk edib müxtəlif tərəflərə yola düşdülər. 4 ildən sonra geri qayıtdılar. Hansı ki, onlara məhz Salavi məsləhət görmüşdü ki, 4 ildən sonra qayıdın. İnsanlar 4 ildən sonra geri qayıdırlar. Gördülər ki, kəndin girəcəyindəki qurumuş çaya su gəlib. Sahildə 4 yaşı tamam olmuş küknar ağacı bitib. Küknar Salavinin adamlar üçün qoyduğu işarə idi. Deməli, Salavinin qoyduğu işarə nə idi uşaqlar? Küknar idi. Axı onun ürəyi təmiz, ruhu isə əzəmətli idi. O, ölüm ayağında çaya girmiş, sonra küknara çevrilib sahildə bitmişdi. O vaxtdan Porsuq tayfasında ədavətə son qoyuldu. Adamlar başa düşdülər ki, bir-birinə dayaq olmasalar yaşaya bilməzlər. Deməli, nəhayət insanlar arasındakı ədavət burada sona yetdi. Adamlar dünyanı beləcə gəzib dolaşırlar. Bu uzun səfərlərdə bəzi tayfalar Tayovanın tapşırığına qulaq ardına vurmuşdu. 4 səfəri axıra çatdırmamışdı. Buna görə də əvvəlki güclərini, dəyanətlərini itirmişdi. Amma inadla irəli gedənlər nəhayət bu səfərlərin böyük əhəmiyyətini başa düşdülər. Məqsəd insanları rəzil əməllərdən təmizləmək idi. Deməli, məqsəd nə idi uşaqlar? İnsanları rəzil əməllərdən təmizləmək. Adamlar başa düşdülər ki, insan nə istidən, nə şaxtadan, nə uca dağlardan, nə düzənliklərdən qorxmalıdır. Çünki ona bəxş olmuş güc böyükdür, tükənməzdir. Hopilərə baş çəkənlər, kimlərə? Hopilərə. Baş çəkənlər heyrətə düşür. Niyə bu xalq yaşamağa belə buz kimi soyuq, susuz yeri seçib? Çünki bura onları Tayovanın özü gətirib. Deməli, kim gətirmişdi həmən bu soyuq buz kimi yer onları? Tayovanın özü. Hopilər əmindirlər ki, yaşadıkları torpağa tam haqları çatır. Heç kəs bu torpağı onlardan ala bilməz.